Sinir sistemini qorumaq üçün 7 addım sağlam və balanslı qidalanma. Sinir hüceyrələrinin qidalanması üçün B qrup vitaminləri, xüsusilə B12, omega, lisizin, xolin, maqnezium və antioksidantlar vacibdir. Yetərli qədər su içmək. Bədən susuz qaldıqda sinir hüceyrələrinin fəaliyyəti zəifləyir. Gün ərzində təxminən 2 litr su içmək beyin və sinir sisteminin funksiyalarını aktivləşdirir. Keyfiyyətli və kifayət qədər yuxu. Sinir sisteminin bərpası üçün gündə 7-8 saat yatmaq vacibdir. Gecə yuxusunun pozulması yaddaş və diqqət problemlərinə səbəb olur. Fiziki aktivliyi unutmayaq. Müntəzəm idman qan dövranını yaxşılaşdırır, stresi azaldır və beyin fəaliyyətini aktivləşdirir. Həftədə 3-4 dəfə yüngül idman və gəzinti vacibdir. Stressdən uzaq olaq. Xroniki stres sinir sistemini zəiflədir. Meditasiya, nəfəs məşqləri və yüngül hobbilərlə məşğul olmaq stresi aradan götürür. Pis vərdişlərdən uzaq olaq. Siqaret, alkoqol və yüksək kofein sinir sisteminə mənfi təsir göstərir. Bu vərdişlərdən uzaq durmaq beyin və sinir hüceyrələrinin sağlam qalmasına kömək edir. Günəş şüaları qəbul edin. D vitamini sinir sisteminin fəaliyyətində mühüm rol oynayır. Gün ərzində ən azı 15-20 dəqiqə günəş şüası qəbul etmək tövsiyə olunur. Unutmayın, sağlam sinir sistemi ümumi sağlamlığın açarıdır.